İpoteka yararlı sənə bir dənə mənzil tapmışam ki, çox ideal bir qiymətə. Çox ideal bir qiymətə. Qanuni 3 otaq, amma təmirinə, yəni babat da pul qoyulub da. Qardaş sana deyirəm, çox qəşəng pul qoyub. Hər birini salamlayıram. İnşallah Allah tutulan orucları, qılınan namazları qəbul eləsin. Başlayaq təqdimata. Evin əsas giriş hissəsi burdandır. Hamam sanuz elin göstərək bir dənə şəxsi istifadə üçün təmir olunub ki, yəni otur tamaşa elə. Göstər burada hamam otağı tam təmirli, tam təmir. Əlavə heç bir xərcə ehtiyac yoxdur və burada bir dənə qəşəng qladovkası var ki, artıq əşyalarını rahatlıqla sən yerləşdirə bilərsən. Bir dənə geniş yataq otağı, çox genişin geniş da, lüstrüdür, pərdəsidir, hamısı hazırdır. Özü də ki, mərtəbəsi çox gözəl bir mərtəbədir. İkinci mərtəbə. İkinci mərtəbə. Şəxsi obyekt deyil ha, yaşayışdır. Burada da yerləşir evin uşaq yataq otağı. Möhtəşəm 108 kvadrat əziz izləyicilərimiz. Yerində bahalı şey var ha, parketi var. Qəşəng. Bir dənə də bax belə bir göz oxşayan evin qonaq otağı. Xüsusi, şəxsi özünə təmir olunub. Yəni ucuz materiallardan bu evdə söz gedə bilməz. Özünə ideal mənzil axtaran müştərilərimizə gözəl bir fürsətdir. Twistenti var, yarpaqlarına kimi hamısı var. Qanuni 3 otaq, buradan da balkona çıxmaq üçün yer var, gəl bura. Hələ hədiyyə qabaqdadır. Bir dənə mətbəx mebelinə bax hələ. Ən bahalısından, ən yaxşısından, ən gözəlindən alınıb quraşdırılıb, aspiratoru, gizli aspiratoru, moykası, qazı, hər şeyi var. Lüstrü var. Bax burada soyucunun yeri bu hissədədir. Burada da balkon hissəsidir. Göstər balkonu. Ha, belə bir balkonu da var. Qəşəng çıxdın, siqaret çəkdin, yaxud paltar astın, nəsə elədin. 108 kvadrat 185 min manat. Kupça əldə, ipoteka yararlı, qanuni 3 otaq. Da mən nə deyim bunu o tərəfə? Bir də sonunda hər birinizə xatırladıram. Xahiş edirəm, bu maklerlərə atmayın. Pul atmayın maklerlərə. Gedib özünüz tapıb, maklerə 5 manat verməyim, haramçılıq eləyim, elə şeylə eləməyim. Bu binada Ekopakda 14-cü mərtəbədə elədilər, burunlarından da gələcək. Sağ ol, salamat qal.